Bakıda 4 tunel, 3 piyada keçidi inşa olunacaq. Tunellər Akademik Həsən Əliyev küçəsi ilə Koroğlu metro stansiyası avtomobil yolunun üzərində yerləşəcək. Bizim olduğumuz bu ərazidə, yəni Şəki dairəsində 1 nömrəli tunelin inşa işləri aparılır. Ümumiyyətlə tunelin ümumi uzunluğu 506 metr, eni isə 17 metrdir. Digər tunellər isə Akademik Həsən Əliyev küçəsi Koroğlu metro stansiyası avtomobil yolunun 1,5-ci kilometrliyində, yəni əvvəlki Keçlə bazarının önündə yerləşir. 3 və 4 nömrəli tunellər isə Bakmil metro stansiyasının ətrafında inşa edilir. 3-cü tunelin uzunluğu 307 metr, eni 27,5 metrdir. 4 nömrəli tunelin isə uzunluğu 894,7 metr, eni 27,5 metrdir. Tunellərlə yanaşı avtomobil yolunun üzərində sərnişinlərin təhlükəsiz hərəkəti üçün 3 yeraltı piyada keçidi də inşa olunur. Piyada keçidlərinin ikisində tikinti təmir işləri davam edir. Piyada keçidlərinin biri isə Ulduz metrosu ətrafında yerləşir. Burada tikinti təmir işlərinin 95% artıq görülüb. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 25-30-cu illər üçün dövlət proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi Koroğlu metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilir və hal-hazırda inşası sürətlə davam etdirilir. Qeyd edək ki, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi Müzəffər Nərimanov küçəsinə də olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 kilometr uzunluğa malik olacaq. Bundan əlavə 2,6 kilometr uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir. Gülşanə Mahmudova, Qəhrəman Məmmədov, Röya Qarabağlı, ASTV xəbər.